İmtahan verən hər kəs söz yaradıcılığına aid bu qaydaları bilməlidir. Gəlin birlikdə izləyək. Bizə belə bir sual ünvanlana bilər ki, tərkibində leksik şəkilçi olan bütün sözlər düzəltmə deyir. Təbii ki, xeyr. Ya da saxlayacağıq ki, mürəkkəb sözlərin tərkibində də leksik şəkilçi ola bilər. Leksik şəkilçi burada mürəkkəb sözün quruluşuna təsir etmir. Yəni, mürəkkəb olduğu kimi qalır. Gəlin bir nümunə göstərir. Xoşbəxtlik sözü, təbii ki, sözün kökü. Xoş, bir kök. Bəxt, ikinci söz. Burada lik şəkilçidə leksik şəkilçi. Bax, biz buradan görə bilərik ki, mürəkkəb sözün tərkibində leksik şəkilçi olmağa baxmayaraq, bu yenə də mürəkkəb hesab edilir. Çünki burada şəkilçidən də böyük bir hissə kök hissəsi var. Ya da saxlayacağıq ki, tərkibində leksik şəkilçi olan bütün sözlərə biz düzəltmə deyə bilmərik. Çünki mürəkkəb sözün də tərkibində leksik şəkilçi ola bilər. Bu halda şəkilçi sözün quruluşuna təsir etmir və yenə də o mürəkkəb olaraq qalır. Bax, bu məqamı mütləq yadda saxlayın ki, imtahanda sizin qarşında bu tip sual çıxanda qarşılıq yaratmayasın. Diqqətinizə görə təşəkkür edirəm.